Neriman müəllim, bir vacib sualım var sizə. Cəlilabadın neçə kəndi birbaşa sərhəddir və o sərhəd məntəqəsinə yaxın və yaxud da sərhəddə yaxın nə qədər əhali təxminən yaşayır? Orada ümumiyyətlə Cəlilabadın mənim o deməli seçildiyim o dairədə 118 kənd var. Həmin kəndlərin içərisində təxminən bir 30-dan çox səhv eləmirəmsə kəndlər məhz İranla qonşu. Birbaşa sərhəddir var. Yəni çox yaxın, bəli, birbaşa sərhəddir və mən də bir neçə dəfə elə bu məsələləri qaldırmışam ki, bax İranla sərhəd ərazilərimizə xüsusi diqqət ayrılmalıdır. Onların sosial deməli vəziyyəti ilə bağlı, xüsusilə orada deməli xüsusi sərhəd, yəni İranla sərhəd yəni kəndlərin inkişafı ilə bağlı bir dövlət proqramına ehtiyac var ki, o ərazilərimizdə insanların məskunlaşması daha geniş olsun. Çünki müəyyən qaz problemi, yol problemi və s. ucbatından həmin ərazilərdə insanlar tərk edirlər. Rayon mərkəzindən gəlirlər, Bakı şəhərinə gəlirlər. Aydındır. Biz elə etməliyik ki, İranla sərhəddə kəndlərimizdə əhali həmişə olsun, sıx məskunlaşsın və oranı tərk edib, yəni şəhərə axın olmasın. Bu bir hesab edirəm çox önəmli, çox vacib məsələdir və mən bunu dəfələrlə qaldırmışam və həmişə də söyləmişəm ki, İranla sərhəddə kəndlərin boşalması bu təkcə iqtisadi məsələ deyil, bu təkcə demoqrafiya məsələsi deyil, həm də çox ciddi siyasi məsələdir və bu məsələyə həmişə xüsusi həssaslıqla yanaşmaq lazımdır.